Salam. Birinci hissə, azadlığın əsası, liberal dövləti anlamaq. Liberal dövlət əslində fərdin azadlığını qorumaq üçün yaradılmış idarəetmə sistemidir. Onun məqsədi azadlığı genişləndirmək, ləyaqəti təmin etməkdir. Bu dövlət nə iqtisadi meyillərlə, nə də mədəniyyətlə ölçülür. O, gücə məhdudiyyət qoyan konstitusiya çərçivəsi ilə müəyyən edilir. Hökumət nizam-intizam üçün vacibdir, lakin eyni zamanda azadlığa təhlükədir. Bu səbəbdən səlahiyyətlər aydın qanunlarla məhdudlaşdırılmalıdır. Qanun fərdi muxtariyyət üçün qorunan bir sahə yaradır. İnanc, ifadə. İnanc azadlığı təmin edilir. İfadə azadlığı qorunur. Bu, gücün mütləq olduğu tarixi modellərdən kəskin fərqlənir. Liberal dövlət münasibəti tərsinə çevirir. Dövlət fərdə xidmət edir. Hüquqlar dövlətin verdiyi deyil, anadan gəlmədir. Siz bu hüquqlarla doğulursunuz. Hökumət hüquqları tanımalı və qorumalıdır. Onları həm dövlət, həm də digər vətəndaşlardan müdafiə etmək üçün. Qanunun hökmranlığı insanın hökmranlığına qalib gəlməlidir. Mübahisələr monarxın, diktatorun və dözümsüz çoxluğun istəyi ilə deyil. Qərarlar prosedur və gərəzsiz ədalətlə verilməlidir. Dövlət arxitekturası gücü yayır, tək dominantlığın qarşısını alır. Bu fərdin həyatında ciddi fərq yaradır. Fərd qisas qorxusu olmadan hökuməti tənqid edə bilər. İstədiyi dini seçə və ya heç birini etməyə bilər. İstədiyi şəxslərlə əlaqə qura bilər. Bunlar imtiyaz deyil. Bunlar təməl şərtlərdir. Dövlətin maşınları, polis qüvvələri və məhkəmələr bu sahəni müdafiə edir. İnsanlar həyatlarını planlaşdıra, biznes və icma qura bilər. Biznes qura bilərlər, icmalar qura bilərlər. Bu, inam və təhlükəsizlik yaradır. Xaosa alternativdir. Mühit sabit və proqnozlaşdırılandır. Liberal dövlət iddialı, davamlı, heç vaxt mükəmməl deyil. Amma daim ona doğru çalışılır. Mərkəzləşmiş gücə sağlam şübhə ilə qurulub. İnsan təbiəti səlahiyyətdən sui-istifadəyə meyillidir. Legitimlik ilahi hüquqdan deyil, idarə olunanların razılığından doğur. Təməl pakt, xalqın azadlığını qorumaq. Səlahiyyəti azadlıqla tarazlaşdırmaq. Daimi problem və dəyər. İkinci hissə, azadlığın sütunları. Hüquqlar, qanunlar və idarə etmə. Birinci sütun, qanunun aliliyi. Hamı, bütün qurumlar qanuna tabedir. Hökumət də cavabdehdir. Heç kim ondan üstün deyil. Hüquqi bərabərlik təmin edilir. Məhkəmə müstəqil olmalıdır. Siyasi və korporativ təzyiqdən kənar gərəzsiz hakim. Vətəndaşın son müdafiəsidir. Ədalət hamı üçündür. İkinci sütun, əsas hüquqlar və azadlıqlar. Söz azadlığı fikir mübadiləsini açır. Mətbuat azadlığı nəzarətçidir. Din azadlığı vicdanı qoruyur. Bu azadlıqlar hakimiyyəti məhdudlaşdırır. Üçüncü sütun, səlahiyyətlərin ayrılması. Qanunverici, icra və məhkəmə. Qanunverici qanun çıxarır. İcra onu tətbiq edir. Məhkəmə onu şərh edir. Qollar bir-birini yoxlayır. Diktator nəzarətinin qarşısını alır. Azad, ədalətli, müntəzəm seçkilər legitimlik yaradır. Güc dinc ötürülür. Baxdığınız üçün təşəkkürlər. Videonu bəyənib kanala abunə olun.